Necə oldu ki, bu romanı yazmağa başladınız? Bu haqqda məlumat verin. Şəhriyar, deməli, təxminən bir 7-8 il bundan əvvəl mən təsadüfən bunu ilk dəfə demək olar burada açıqlayıram, sənə açıqlayıram. 7-8 il bundan əvvəl mən bir yerdə bir insanların müəyyən laf adını da çəkirəm, dələduzluq əməli etdiyini gördüm və bu çox mənim diqqətimi çəkdi, bu dələduzluq oyunu. Və mən başladım bunu daha da araşdırmağa, daha da içinə girməyə və araşdıra gördüm ki, müəyyən insanlar buradan müəyyən manevrlər edirlər və müəyyən insanların etibarından sui-istifadə edərək müəyyən hərəkətlər edirlər və həqiqətən də məni çox təəccübləndirdi bu hadisə, dedikcə təəccübləndirdi və mən dedim ki, mən çox fikirləşdim ki, bu hadisə ilə bağlı nə etmək lazımdır və belə qərara gəldim ki, əsasən insanları daha çox maarifləndirmək lazımdır bu məsələ ilə bağlı ki, bu məsələ ilə daha maarif olsalar, maariflənsələr, daha bilsələr, daha yaxşı olur. Elə o zaman mənim ağlıma gəldi ki, bu senari ilə bağlı mən bir kitab yazaram. Qarca 7-8 il bundan əvvəl və bu senaridə əsərin 5-ci bölməsində, yəni 5-ci bölməsində bu senari var. Bu senari haqqında elə mən işdə də bəzən elə olur ki, bizdə nəzarət postları olur ki, bəzən orada biraz boş vaxtımız olur. Elə boş günlərin birində mən yolu o tərəfə keçərək bir 100 vərəqli dəftər ruçka alaraq başladım senarini ki, elə başlayayım bu senarini yazmağa. Bu senarini yazmağa başlayarkən istər-istəməz əsərdir, burada personajlar olmalıdır, nə etməlidir. Mən bu haqqında fikirləşərkən və ilk öncə belə bir dənə yaxınımda olan bir adam var ki, bir dostum, o da belə qaynayan adamdır, yəni bir yerdə duran adam deyil. Dedim elə bu senarini bununla bağlayaraq belə bir əsər yazım və ondan sonra bu haqda elə bunun üstündə biraz yazırdım ki, bir anlıq beynimə gəldi, bu əks kütüblər sözü gəldi. Dedim, bəlkə elə bir dənə də personaj bunun böyrünə qoyum, bununla bunlar əks insanlardır, amma dostluqdur. Və bu adamda kim olsun, neynəsin, bunun haqqında düşürdüm. Bu da dedim ki, elə qoy özümü təxmini olaraq, özümü belə aşağı-yuxarı bir personaj kimi götürüm və bununla ikisi əks kütüblər, bu həmin tanıdığım adamı da qoyum və bu bütün digər bir senarində onunla bağlayım. Və belə başladım yazmağa. İstər-istəməz iki əsas rolu tapdım. Maketi başlayıram formalaşdırmağa, əsərin senarisi maketin. Və indi burada bu iki dənə əsas rolun müəyyən açıqlama kimlərdir, bunlar da bir-biri ilə bağlı olmalıdırlar. Bu şəkildə gedərkən elə özümlə bağlı da dedim ki, elə özümlə tutaq ki, elə öz həyatımda kimlər var, yaxınımda kimlər var, elə onları başlayayım yazım bura. Elə bunları da başladım yazdım. Demək olar ki, əsər 29 noyabrda oldu, işıq üzü gördü. Elə əsəri yazıb qutarandan sonra bir maraqlı fakt istədiyim ki, özümlə bağlı yazdığım senaridə müəyyən qədər, misal üçün, atamgil 4 qardaşdırsa, mən də elə orada 4 qardaşdan danışılıram, 4 qardaşdan danışıram bu senaridə. Bunlar haqqında danışarkən, bu 4 qardaş haqqında danışarkən, dedim ki, ailə məişət mövzusudursa, burada olan hadisələr, elə bu 4 qardaşı götürüm, ta ki, atamgil 4 qardaş və buradan bəzi şeyləri şişirdim, bəziləri balacalaşdırdım, bəziləri kiçildim və bu şəkildə insanlara öz fikrimi çatdıra bilim də. İstərsiniz bu əsərin maketini düzəldirik və başlayırıq bunu yavaş-yavaş formalaşdırmağa. Misal üçün, 4 qardaşın indi diqqət çəkmək üçün birin əsəbi, mədəniyyətsiz, birin yalancı, adam aldadan, birin xəsis, arvaddan qorxan, birin yaxşı, qumarbaz. Bu cür elədim ki, diqqət çəksin də, istərsiniz oxucuya da maraqlı gəlsin, oxucuya da diqqət çəksin. Və əsər işi görüb 29-u bitib qutarmışdı. Bir də görürəm, axşam qohumlardan mənə təzyiqlər gəlir. Elə oldu ki, elə bunların da, bu 4 qardaşın da yanına müəyyən qədər bacılarını da qoydum, personaj kimi qoydum bu şəkildə. Əsəri oxuyan qohumlar hamısı mənə başlayıblar təzyiqlərlə topa tutmağa ki, bu nədir, bir də yazmısan, bizi biabır eləmişsən. Orada bir əmmi tutaq ki, Mirnamus var orada, qeyd eləyir ki,
sən belə şeydir də yalancıdır, adam aldadandır, belədir. Onunla Mirbağır obrazı var ki, onun qayını ilə bunlar ikisi Mirbağıra müəyyən torba tikirlər. İndi mən məcbur olub bunları deyirəm bu əsərlə bağlı. Buradan başlayıram, görəm əmim oğlanları məndən çox inciyiblər, küsüblər ki, bunlar nədir yazmısan əmin haqqında, əmin səndən inciyir, yəni sənin əmin belə adamdır, deyirəm başuza dönüm, mən yəni əsər yazıram, mən fikrimi çatdırmaq istəyirəm oxucuya. Bu o demək deyil ki, orada yazılan personajların hamısı düzdür, düzgündür. Mən əlbəttə ki, bilirəm ki, mənim əmim bəli elə deyil, Mirnamus elə bir adam deyil, bunu bilirik. Mirbağırı görəndə arvad sıçan deşiyi, evə girəndə Mirbağır arvad sıçan deşiyi gəzir gəzməyə. Orada da ki, Mirbağır obrazı arvaddan qorxur, anəmlə arvadı biraz şeydir, adı nədir? Biraz mənfi obraz kimi qeyd olunub. Yəni bunlar hamısı ədəbiyyatda olan şeylər ki, şişirdilib. Sadəcə mən maketi götürürəm. Maketin üzərindən insanlara çatdırmaq istəyirəm ki, orada Mayer Rothschilddən danışılır. Mayer Rothschildin 4 oğlu var və bu 4 oğlan birlikdə zincir kimi necə bir oyun oynayırlar və hal-hazırki bu boyda Rothschild nəslidəki deyilir ki, o vaxtı ilə kökü gedir bağlıdır həmin o bərabərliyə, birliyə. Mən bu 4 qardaşın timsalında insanlara birliyin, bərabərliyin olmamağını çatdırıram. Ay yoxsa burada İmenoy Mirnamus obrazı budur və belə bir adamdır, Mirbağır budur. Bunlar düzgün yanaşmalar deyil. Atabərk obrazı var, tutaq ki, elə bir adam var. Mən yəni ondan ilhamlanaraq o əsəri yazıram. Ancaq bu o demək deyil ki, Atabərk orada yazılanların hamısı ilə eyni necə varsa elə bir adamdır. Xeyr, Atabək bəli, ola bilər ki, orada müəyyən şeylər 50-60% onun yaşadığı şeylər olub. Bəli, o bir dövlət məmuru ilə, ağsaqqal orada Yadigar müəllimlə arasında bir problem yaranıb. Yadigar müəllim oğlu Sahillə onun münasibətləri olub. Bəli, bunlardan bəhrələnmişəm. Bu amma bu demək deyil ki, Yadigar müəllim barədə yazılanlar hamısı orada həqiqətdir və həqiqətə uyğundur. Qətiyyən elə deyildir burada. Və yaxud dostum Fuadla tutaq ki, o da var mənim yaxın dostumdur. Bu dəqiqədə çağırım, gəlsin, otursun, mənlə desin, gülsün, ən yaxın dostlarımdan biridir. Orada əsərin axırına doğru onunla aramızda inciklik yaranır. Bu o demək deyil ki, həqiqətən də mən onunla inci oldum. Prosta əsərin insanlara çatdırmaz. Ədəbiyyat nədir? Ədəbiyyatda olur bu cür şeylər, mübaliğə, metafora, nə bilim, digər birini qaldırmaq, birini aşağı eləmək. Əmi oğlanları, o qohumlara deyirəm, nağarim, oturum tərifləyim mən sizi, oturum bütün əsər yazıram ki, oturum tərifləyim hamısı ki, tutaq ki da belədir, elədir, nədir, orada bütün personajları, sizi deyəndə ki, bütün personajların hamısını tərifləməliyəm mən. Əsərin maraqlı olmaq üçün da mənfi obrazlar olmalıdır, yaltaq obrazlar olmalıdır, ikiyüzlü obrazlar olmalıdır. Biri qalxır, biri enir. Dahi Azərbaycan xalq şəhərinin Səməd Vurğunun Vaqif dramı var. Səməd Vurğun Vaqif dramında Vaqifi öyür də, onu Qacarın qarşısında deyir ki, əyilmir, yəni sözün deyir, yəni deyir şair-şairin huzurundasan, deyir bunu siz belə düşünürəm, mən baş əymədim, bəli, əyilməz vicdanın böyük heykəli, qılıncla burada böyük bir dənə dramı yaza gedir. Bəyəm həqiqətən də Vaqiflə Qacar o cür bir-birləri ilə deyişiblər? Əlbəttə ki, bu olmayıb. Və hamı bilir ki, şaha uzağı 2 kəlmə artıq söz deyərsən, 300 dəfə cəllata deyəcək, boynunu vuracaq. Sadəcə olaraq bu ədəbiyyatda olur ki, öymək üçün dahi Vaqifi böyütməkdən ötürüb bu cür belə bir dənə əsər yazmışdır. Yəni mənim yazdığım əsərdə də yəni bunu nəyəsə bağlamaq, nəyəsə demək düzgün yanaşma deyildir. Orada Yadigar müəllim obrazı var, tutaq ki, bəli, hər hansısa bir elə bir fiqur var. Amma o demək deyil ki, onun haqqında yazılanlar hamısı düppədüzdür. Bununla bağlı, əsərlə bağlı dedim, yəni belə ilhamlanmışdım. 7-8 il baş verir və oradan gəldi. Əsərlə bağlı da yəni tənqidlər yaxınlarımdandır ki, onlar bəzi personajları özləri ilə bağlayırlar və inciyirlər ki, sən bizi orada mənfi obraz kimi təqdim eləmişsən. Mən də deyirəm ki, o sizlə aid deyil. Misal üçün, Mirbağır və Mirnamus
qardaşlarının obrazı, iki qardaş, bunları mən görmüşdüm ki, belə bir dənə senari var idi ki, mənim ağlıma gəlmişdi. Bir balaca pulsuz böyük qardaş qaynı ilə bir yerdə balaca qardaşa torba tikmişdi. Mən bunu başqa iki qardaşın timsalında görmüşdüm ki, o senarini götürüb buradan gətirdim, həmin bu iki qardaşla birləşdirdim. Çünki mən onu ayrıca versəm gərək personajları çoxaldım. Personajları çoxaltdım, əsər böyüyür, sahə genişlənir. 2 cilt yazmışam, tənqidlərin bir hissəsi də əsərin çox olması ilə bağlıdır. Çünki indiki gənc nəsil demək olar ki, yəni çox istəmir. Yəni qısa, konkret. Bunlar üçün əsas maraqlı odur. Təsvir. Niyə görə çox adam kitab oxumurlar? Çünki bezirlər. Deyir, qısa olsun, mən konkret denən budur. Mən 2 cildli nə qədər tənqidlər var ki, bunu yazaydım, elə bir kitab yazaydım, bir kitab şəklində olaydı. Mən də ona görə məcbur hələm qısalda gətirib 2 cildə çıxartmışam. Ona görə də məcbur bəzi şeyləri personajların içinə salıram. Yəni bax belə, bu qədər.